Herkese salam, kanalıma və yeni videoma xoş gəlmisiniz. Trendyoldan yeni gələn sifarişlərimə bərabər baxaq istəyirəm. Bacım özü üçün New Paradise'ın boyun nəmləndiricisi kremini sifariş veribdi. Üstündə də makyaj çıxartmaq yağının və səhv eləmirəmsə hansısa serumunun testləri hədiyyə göndərilib. Bilirsiniz, mən daha öncə Dermotenikin istifadə eləyirdim. O daha duru şəkildə idi, bu isə daha qatı şəkildədir. Onu çox bəyənmişdim, amma fərqli markaları yoxlamaq istədiyim üçün bu səfər bu markadan həmin bu kremi sifariş verdim. Bunu sadəcə 2-3 dəfə istifadə eləmişəm. Ona görə fikirləşirəm ki, uzun müddətdəki effektini demək üçün hələ ki tezdir. Ona görə də özümünkü gəldikdən sonra onu istifadə edib sizləri daha dəqiq məlumatlandıracağam. Daha sonra isə Pierre Cardin'in bədən losyonunu götürdüm. 3-cü qızıl rəngi olanı seti tamamlamaq istəyirdim və tamamladım da. Digər ikisini də kənarda görürsünüz. Onları çox bəyənmişdim. Ona görə fikirləşdim ki, bunu da bəyənəcəyəm və həqiqətən çox bəyəndim. Digər ikisi daha qatı formdaydı. Bu isə burada əlimdə gördüyünüz kimi daha durudur. Ətirləri çox möhtəşəmdir. Mən bunların ətrini çox bəyənirəm. Mən ən çox ortadakı bənövşəyi rəngli olanı bəyəndim. Başlığı qırıq şəkildə gələni, kənardakı çəhrayını isə anama verdim. Sonuncu olaraq isə qış üçün gecə pijaması aldım. Ağ rəngli, üstündə də qırmızı ürək şəkilləri olan mənə maraqlı gəlirdi. Çünki daha öncə belə pijamam yox idi. Həm də mən uzun qollu pijama geyinə bilmirəm. Həmişə qısa qollu geyinirəm. Üstündə ürək şəklində olan kart çox xoşum gəldi. El razmerində sifariş verdim. Əynimdə biraz boldurdu. Çünki pijama bilirsiniz daha rahat olmalıdır və ona görə də bu olması məncə daha yaxşıdır. Əynimdə geyinib göstərmədim, çünki bəzən bəzi şeyləri göstərərkən mənfi rəylər alıram və normal olaraq da pis təsir edir. Üst hissəsi burada gördüyünüz kimidir, qabağı düyməli şəkildədir. Materialı çox yumşaq və çox rahatdır. Qiyməti isə mən endirimdəykən çox ucuz qiymətə aldım, amma indi biraz bahalaşıb. Siz də təbii ki, endirimləri gözləyib daha ucuz qiymətə ala bilərsiniz. Alt hissəsi isə bu şəkildədir, şalvarı da. Hələlik bu qədər. Kanala dəstək olmağı, abunə olmağı və bəyənməyi unutmayın zəhmət olmasa.